İxtilaf etdiyimiz zaman qarşı tərəfi dinləmək ən böyük ədəblərdəndir, ən lazımlı ədəblərdəndir. Diqqət edin, eşitmək demirəm, dinləmək deyirəm. Eşitməklə dinləmək arasında böyük bir fərq var. Mən danışıram, hər kəs eşidə bilər, amma hər kəs məni dinləmir, düzdür? Hər kəs dinləyir deyə bir şey yoxdur. Sən səs eşidirsən, amma dinləmək nədir? Adamı anlamaq, başa düşmək. Bu adam nə demək istəyir? Bu adamın qayəsi nədir? Nə anlatmaq istəyir? Necə ki, baxmaqla görmək arasında fərq var. Mən baxıram indi, düzdür, amma görmürəm. Görmək nə deməkdir? Təfərrüatı ilə bir şeyi görmək. Mən orada falan şeyi gördüm. Mən indi baxıram, amma görmürəm. Eləcə də insanın eşitməsi ilə dinləməsi arasında fərq var. İnsan gələ dinləsin. Mübahisə edirsənsə, qarşı tərəflə danışırsansa dinlə. Bu günləri baxın, bu tək bizim qardaşlarımızla ixtilaf etdiyimiz zaman olan məsələ də deyil. İnsan var, nəyə görə deyir ki, mən 10 ildir evliyəm, 10 ildir zövcəm dırdır elildir. Dırdır eləmir, o danışır, sən dinləmirsən. Sən o əsnada ancaq səs eşidirsən deyə, sənə elə gəlir ki, o dırdır eləyir. Əslində o danışır, bir şeylər demək istəyir. Dinləsəydin, başa düşəcəydin. 10 il, 11-ci il qadın deyir ki, mən səndən artıq yola getmirəm, artıq ayrılmaq istəyirəm. Adam deyir, nə baş verdi ki? Nə oldu ki, deyir, biz niyə aləm, 11 illik aləm niyə yıxırsan? Çünki 11 ildir bu sənə danışır, sən dinləmirsən. Dərdi var, bir şey demək istəyir ki, bizdə problem var, yürümür bu evlilik, bir şey eləmək lazımdır. Sən əlinin tərsilə etəliyirsən, istehsə edirsən, küçümsüyürsən. Övlad gəlir, uşaq gəlir sənə söz deməyə, dinləmirsən. Üz çevirirsən, əlinlə itəliyirsən, telefon verirsən. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm hətta balaca uşaqlarla onları dinləyirdi. Aleyhissalatu və səlləm insanları dinləyirdi. Və dinləməyin ədəblərindəndir ki, bir insanla danışanda ona xitab etmək, onun üzünə baxmaq. Bu gün adam iki insan mübahisə eləyir, daha adam sözünü bitirməyib, bu ChatGPT-də artıq ona verəcəyi cavabı hazırlayır. Eyibdir, belə dinləmək olur. Bax gör insan nə demək istəyir. Sonra qayıdır, deyir ki, bitir deyir, mən deyəcəm. Bitir yox, dinləmirsən. Bitir deyən adam dinləmir. Sözünü bitir, mən başlayacağım deyən insan dinləmir, o eşidir, səs eşidir. Ona görə insanlar bir-birlərlə anlaşa bilmirlər. Ola bilsə ehtimal vermir ki, qarşı tərəf haqlıdır, mən haqsız ola bilərəm. Belə bir ehtimalı yoxdur. Belə bir düşüncəsi yoxdur ki, bəlkə zövcəm haqlıdır. Bəlkə haqlı olaraq bir şeylərdən. Belə bir ehtimalı yoxdur. Mən haqlıyam. Qardaşlarla ixtilaf eləyəndə də mən haqlıyam. Övladımla ixtilaf eləyəndə də mən haqlıyam. Zövcəmlə ixtilaf etdiyimdə də mən haqlıyam. İş yerində də mən haqlıyam. Özünə haqsız olma ehtimalı vermədiyinə görə hər yerdə adam haqlıdır. Belə olduğu zaman da dinləmir. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm xütbə verdiyi yerdə yanına uşaq gəlir, Həsənlə Hüseyin gəlir deyə aleyhissalatu və səlləm xütbəni saxlayır, enir, uşağın gözünün içinə baxır. O mübarək dizini yerə qoyur, onunla danışır. Uşaqdan soruşur, varmı bir istəyin? Məndən bir tələbən, bir istəyin varmı? Uşaqdan. İndi mən burada xütbəni saxlayıb, aşağı düşüb uşaqla danışsam, bir çoxsu deyəcək, bu nədir ki bu? Söhbət elədiyi yerdə, zikr elədiyi yerdə. Amma bu, aleyhissalatu və sələmin etdiyi bir şeydir. İnsanlara dəyər vermək, hətta uşaq olsa. Səni çağırır, xitab eləyir, ata deyir, sözün var. Ata görmürsən, deyir, söhbət eləyir. Göy indi bu uşağa tərbiyə verir. Həmin uşaq 16 yaşına gələndə deyir, bu uşaq niyə mürtəd oldu ki? Niyə bu dinlə soydu ki? Soyuyacaq da sən uşağa elə bir Peyğəmbər sallallahu aleyhi və səlləmin yolundan çıxdıqdan sonra necə bir tərbiyə verməyi düşünürdün ki? O uşağın gözünə baxmaq, o uşağa dəyər vermək. Bu günləri vallahi uşaqlarını itirən insanlar keçmişlərinə baxsınlar, görəcəklər ki, onların uşaqları ilə arasında bir soyuqluq var, bir qırıqlıq var. O uşaqlarını itirən insanlar, övladlarını itirən dinsiz olan uşaqlara baxın, onların ataları ilə heç vaxt arasında dostluq münasibəti olmayıb. Ata əminlə danışır, tərbiyə verib. Ata söhbət eləyir, deyir. Ata maşın sürür, deyir. Tərbiyə verib uşağa. Həmin uşaq da böyüyür, ataya da qarşı çıxır, anaya da qarşı çıxır və insan baxmalıdır, görməlidir ki, etmiş olduğu şeydə yanlış olan şeylər nələrdir. Ona görə biz biri ilə mübahisə etdiyimiz zaman uşağından böyüyünə, uşağından aliminə söhbət etdiyimiz zaman gözünün içinə baxacaq, dinləyəcək. Ev əhli gəlir bir şey danışır, at o telefonu qırağa. Bax gözünün içinə, bax gör zövcən səndən nə istəyir. Bax gör övladın səndən nə istəyir. Mühümdür vallahi, ona görə üzərində dururam ki, mühümdür ona görə. Bu günləri ailələrin yıxılma səbəbidir. Bu günləri bəlkə bir çoxunuz bilmirsiniz, amma mən bu işin içərisindəyəm. Mən niyə ailələrin yıxıldığını bilirəm. Adamlar dinləmir, vallahi 2 nəfər oturub ər-arvad 11 ildən sonra indi danışma fürsətimiz oldu, deyir. Allah razı olsun. Siz gəlməsəydiniz, deyir, muhtemelen biz heç vaxt danışa bilməyəcəkdik, deyir. Danışırlar, anlaşırlar, bu deyir, başa düşdüm. Mən deyir, indiyə qədər bilmirdim ki, ev əhli nə istəyir məndən? Onun dərdi nədir? İndi başa düşdüm, deyir. Onlar belə şey olmaz, zülümdür. İnsan gələ dinlə, ədəbli olsun. Ədəb olmadığı zaman, insan ədəbi öyrənmədiyi zaman bu hala düşür. Dostluqda da, münasibətdə də, evlilikdə də.